Həmişə Premyer Liqada qalma uğrundan mübarizə aparıb da. Baxın, 21 yaşları deyirsiniz də. Kim oynayır Şamaxıdan? Hansı ki, o əsas 21-lərin əsas oyunçuları Şamaxıda sanki form. Kim o? Bir nəvə Ürfət Abbasovdur da, səhv eləmirəm. Kim var başqa? Yəni biz hamımız istədiyimiz o ki, qəribə vəziyyəti, yerli məşqçi olsun. İndi Ayxan Oğuzhandan sonra sadəcə olaraq mübarizə var. Bir dənə mübarizə var. Başqa futbol adına və vətənpərvərlik aşılaya bilir. Yəni biz futbol oynamırıq da. Bu gün mən Ayxanı da və yaxud da qeyrisini qınaya bilmərəm. Yəni deyirəm, bizim yetişdirdiyimiz futbolçuların hamısı... Biraz futbolçular da özündə nəsə tapsın da. Yəni məşqçi bütün enerjisini buna da verə bilməz axı. Rəqibi də təhlil etməlidir. Nurlan müəllim, bizim futbolun bəlası aşağı yaş qrupunda fiziki cəhətdən çatmamasıdır. Ümumiyyətlə fizikə işləyən yoxdur. Və deyəndə ki, düzgün proqram getmir, hamısı inciyir. Və deyirsən ki, bu olmalıdır, 17 yaşında, 19 yaşında bu ağır məşqlər olmalıdır, heç kim qəbul eləmir. Və ona görə biz bugün yaşayırıq. Hətta milli yığma komandada oynayan futbolçularımız 45 dəqiqə dözə bilir. Ondan sonra dözməyə ehtiyac. Biz heç olmasa bizim vaxtımızı 60 dəqiqə dözürdük. Biz indi elə 45 dəqiqə ilə tamamındaca görsən ki, artıq komanda oturur. Yəni yığma komandada Ayxan Abbasova elə bir biabırçı miras qalıb ki, indi Tərlan mənim deyir, düz deyir, qınamırım. Sözsüz Ayxan Abbasova burada heç qınamır. Qətiyyən ona qalan miras budur. Bu yükün altına girdi. Xəqərov, Çexiya'nın oyunda bir şey epizod tutmuşam. 16-cı dəqiqədə Azərbaycan milli yığma komandasının 21 yaşları. 16-cı dəqiqədə qapçı vaxtı gecikdirir və sarı vərəq alır. Siz bu bilsiz nə deməkdir? 16-cı dəqiqədir hələ. Qabaqda 75 dəqiqədən çox vaxt var. Qapçı vaxt öldürür. Sarı vərəq aldı. Hələ hakim bir də xəbərdarlıq elədi ki, növbəti dəfə meydandan qovacaq.